Məhlullara aid olan, məhlullar həll olma əmsalına aid olan 65-ci maraqlı bir testin izahına baxaq. Belə ki, bizə verilmişdir. 20 cc-də 800 qram doymuş məhlul, məhlulu verir. Məhlulu verir bizə 800 qram. 800 qram doymuş məhlulu 50 cc-yə qədər qızdırılır. Baxın, 20 cc-də 600-dür. Amma bizə deyir məhlul 800. 600 nəyi verir? KH-ını verir. Məhlul da deyir ki 800-dür. 20-dən qalxıb 50. Deyir ki 20 doymuş məhlulu 50 cc-yə qədər qızdırılır. Alınmış məhlulu doymuş hala gətirmək üçün məhlula 50 qram X duzu həll edilərsə, 50 qram baxın, həll edilən X duzu budur. 50 qram. 50 qram həll edilən X duzu. İndi deməli 50 qram həll edilən X duzumuz var. 50 qram X duzu həll edilərsə Y hesablayın. Y yəni ki, əvvəlki 50 dərəcədə olan əvvəlki birinci KH-ı bizdən istəyir. Birinci həll olma əmsalını istəyir bizdən. Deməli, bizə verir ki, 20 cc-də 800 qram verir doymuş məhlulum. Və bizdə KH-ı 20 cc-də KH-ı verir 600. 20 cc-də KH 600 isə, yəni belə nəzər alaq da, bu KH-ı deyirik ki, biz MX deyək. 600-dürsə və biz buna görə nəyə götürürdük? Suyu da götürürdük 1000. 1000 sudursa, 600 də KH-dırsa, məhlul nə qədər eləyəcək? Məhlul eləyəcək 1600. 1600 məhlulda həll olma əmsalımız neçə olub? 600 olub. Buradakı verilən 600. Bəs yaxşı, verilən 20 dərəcədə olan veriləndə, şərtdə 800 verir məhlul. 800 qram olsa məhlul, KH olar X. Buradan onda sıfırlar getsə 8, 16 getdi 2. X bərabərdir 300-ə. 300 burada nə oldu? 800 məhlulda olan duz oldu. Duz. Bəs indi 800 məhlulu idi. 300-ü duzdursa suyu nə qədərdir? Çıx 300 duzu alınacaq 500 su. 500 burada oldu deməli su. 500 bizim suyumuz və şərtdə də deyir ki 50 qramlı duzun üstünə də 50 qramlı duz həll edilərsə, duz da 300 idi. Sonra 50 qram da üzərinə gəlindi. Oldu onda duz nə? 350 qram duz oldu. KH-ın düsturu nəyə bərabərdir? KH bərabər idi. MX bölünsün M su vurulsun 1000 və yaxud da V su da deyə bilərdik ona. M su vurulsun 1000-ə. KH-da 1000-ə vururduq. Kütlə payında omega-da isə 100-ə vururduq. MX-im duzum mənim 350-dir. Duzum 350-dir. Bəs su neçə tapdı? Suyu da tapdı 500 vurulsun 1000-ə. Bərabərdir. Burada bunlar isə 500-dən 1000 ixtisar getdi. Burada qaldı 2. 350-ni də 2-yə vuranda eləyəcək 700. Bəli, cavab da olacaq burada 700.